Bugün vacib bir məlumat vermək istəyirəm. Deməli, siz kompüterdə istifadə işləyirsiniz və kimsə sonra sizin kompüterinizdə əyləşir və sizin son zamanlar hansı fayllardan istifadə etmisiniz? Onlara kimsə baxmasın deyə nə etmək olar? İlk növbədə Windows düyməsini vurub R düyməsini vurmaq lazımdır. Ekrana gələn pəncərədə Recent yazırıq, OK düyməsini vururuq. Baxın, bu sizin son zaman istifadə etdiyiniz, açdığınız bütün fayllar və qovluqların siyahısıdır. Buradan sadəcə Ctrl+A vurub delete düyməsini vurmaqla biz həmin fayl və qovluqları silirik və kimsə növbəti və bizdən sonra gəlib kompüter olsa bizim hansı fayllardan istifadə etdiyimizi bilməyəcək. Bu qədər sadə.